Sizcə, bağışlanmaq üçün ən vacib amil nədir? Bu gecə ən çox günahlarını etiraf edənlər bağışlanır. Yəni, ilahi mənim günahlarımı bağışla deyənlərdən daha çox, ilahi mən filan gün, filan yerdə filan günahı etdiyimə görə çox peşmanam, məni bağışla demək daha münasibdir. Əsas məqsəd, mən fərqindəyəm ki, günahlarım var və əsasən də hansı günahlarım var. Bu çox mühümdür. Narahatam həmin o günahlarıma görə. Bir-bir yadımıza gələn günahları etiraf edərək, qəlbən peşmanlıq hissi ilə bağışlanma diləməliyik. Məsələn, illərdir qeybət etməkdən niyə qurtula bilmirik? Əvvəla bu günahın nə boyda bir günah olduğunun fərqində deyilik. Nə gəldi, harda gəldi, necə gəldi danışırıq. Sonra da tövbəsini də düzəməlli edə bilmirik. Halbuki hədislərdə belə deyilir. Qeybəti olunan şəxs qeybət edəni bağışlamayınca Allah o kəsi bağışlamayacaq. Sizcə, Qədr gecəsində belə qeybəti tərk etməyəcək qədər ağzını öyrəşdirən bir şəxs üçün bağışlanma nə qədər mümkün ola bilər ki? Təmizlənmə necə mümkün ola bilər ki? Yenə də əsas məsələ öz fərqindəlik və öz kontrolumuzdur. Bu çox vacibdir. Allah da bizdən bu gecədə nə qədər özümüzün fərqində olduğumuzu, nə qədər özümüzü kontrolda saxlaya biləcəyimizi, özümüzdən xəbərdar olduğumuzu görmək istəyir. Sadəcə oyaq qalmaqla, vaxt keçirməklə nəyəsə nail olmaq mümkün deyil, əzizlər. Heç yerdə də yazılmayıb ki, bu gecə səhərə qədər oyaq qalsan günahların bağışlanacaq. Hətta ilahi məni bağışla duamız belə səmimi olmasa, içdən olmasa mümkün deyil. Mənfi cəhətlərimizin bir-bir etirafı və qurtulmaq üçün Allahı yardıma çağırmağımız da bu deməkdir ki, ilahi mən özümün mənfi tərəflərimin fərqindəyəm. Və bu gecə sənə bir-bir etiraf edirəm. Etiraf özü də təkəbbürümüzü sındırır. Təkəbbür sınırsa bizim təmizlənmə ehtimalımız daha da artır. Sizə etiraf etməkdə yardımcı olmaq üçün qeybətkar cəhətimizi misal çəkdim. Özüm də daxil olmaqla hamımız bu günahı edirik. Sizcə, biz ədalətli olsaq qeybət edərik? Bu gecə həm də ədalətin təcəllası olan Həzrəti Əlinin şəhadət gecəsidir. Mənə görə imamdan öyrənəcəyimiz ən vacib tövsiyə bilirsiniz nədir? Maraqlıdır ki, imamı qılıncla yaralayandan bir gün sonra şəhadətə qovuşur, yəni Qədr gecəsində. Və imam hər dəfə gözünü açanda övladlarına nəsihət edir. Ən çox diqqətimi çəkən bu cümlədir. Məni qılıncla yaralayan o şəxsə bir qılıncdan artıq zərbə vurmayın. Çünki o mənə bir qılınc zərbəsi vurdu. Qatilinə qarşı bu qədər ədalətli olmağı tövsiyə edən imamımızdan bizə ədalət dərsi. İndi gəlin bu gecə öz günahlarımıza, nəfsani tərəflərimizə, mənfi cəhətlərimizə ədalətli şəkildə baxmağa çalışaq. Videonu faydalı bildinizsə paylaşın, dostlar da faydalansın.